Şəxsən mən İlham Əliyevin səmimiliyinə inanmıram. Çünki İlham Əliyevin çıxıb tez-tez televizorda danışmağı birdir, başqa cür, əməlləri başqa cür, hərəkətləri başqa cür, xanımı Mehriban Əliyev başqa cür. Ona görədir ki, bu ölkə bu cürdə batıb gedəcək. Mən şəxsən öz payıma deyirəm ki, mən bu hakimiyyətdən çox narazıyam. Bu hakimiyyət təsəvvürə gətirin ki, Azərbaycanın spikerin köməkçisi olan deputatın adı reketlikdə hallanır, quldurluqda adlanır. Suraxanı icra başçısı olub, icra başçısıdır. İcra başçısı millətinə nümunə olmaqdan, Suraxanı icra başçısı adam öldürtdürür. İndi təsdiqini tapsa da, tapmasa da, zaten bizdə Azərbaycanda heç nə təsdiqini tapmır. Fakt onu göstərir ki, bu adam haqqında şikayətlər var. Ona görə də ki, mən deyirəm ki, Azərbaycanı bu günə salanlar utansın. Azərbaycan həqiqətən ağır vəziyyətdədir. Mehriban xanımla İlham Əliyev biri prezidentdir, biri vitse-prezident. Vitse-prezidentlə prezident bütün günü əl-ələ tutub gəzir. Axı siz birinci ledi kimi oluydun, əriylə əl-ələ tut gəzdə, səhdiyan var gəzməkinə. Amma sən vəzifə adamısan. Sən vəzifə adamısansa necə əl-ələ gedə bilərsən onunla? Sən elə çıxır ki, mənim elə bir günəm, mən prezidentəm, mənim köməkçim mənim sevgilimdir. Elə bir şey ola bilər. Ayıb deyə, canlı Azərbaycanda zaten onsuz Azərbaycan batıb. Azərbaycanın vəziyyəti ağırdır. Bu da vəzifəsi nə idi, bunu təyin elədin. Bu vitse-prezident o deməkdir ki, prezident Azərbaycanda olmayanda, başqa işi olanda, vitse-prezident qaxılıb oturmalıdır yerində. Amma ki, bizdə nabarutdur. Bizdə prezident hardadır, vitse-prezident gedir onun yanında, özü əmri verir prezidentə, prezident də onu eləyir. Bəstirində. Azərbaycanımızı elə bir günə qoymuşsunuz ki, inanın ki, Azərbaycana qayıtmaq, gəlmək belə istəmir ki. Bu belə bir şey olmaz axı. Quru sərhədləri niyə bağlamısan? Niyə onu bağlı saxlayırsan dünyanın heç yerində yoxdur? Mən başa düşə bilmirəm. Koronavirus quru sərhədlə gəlir, samolyotla gələ bilmir. Bu boydana yarışmalar oldu, nə bilim, konferanslar oldu, nə qədər adamlar gəldi. Bunların heç biri koronanı gətirmədi, elə sərhəddən keçəndə elə korona gətirilir. Ayıb deyə sizə. Yekə insanlarsınız, bu insanları fikirləşin. Bu prezidentin mən başa düşə bilmirəm, elə bir ərköyünlük eləyir burada. Ona görə də uşaqların o gündədir də. Əgər bir 42 yaşında qadın, Leylanı deyirəm, Arzunu deyirəm, bunlar danışanda balaca bebeş kimi danışırlarsa, demək evlərində hamısı bir-biri ilə bebeş kimi danışır da. Biabırçılıqdır bu nədir? Bizim hakimiyyətimiz nə gündədir? Bizim hakimiyyətin başında kimdə yanır? İlham Əliyev özünə gəldi, bəsdir də. Bu qədər olmaz axı, bu qədər insanları alçaltmaq olmaz. Bir ucdan pensiya yaşı artırır, uşaq pulu verilmir. İndi deyir ki, sizə şad xəbər verirəm. Mən deyir ki, qazilərin maaşlarını artırdıq, 160 manat elədir. Amma 2 aydan bir veriləcək. Sən keçər, eyni şeydir də. Ayıb deyir sizə, bu qədər olmaz. Nə bilim, vallahi Allah deyirəm də, bu xalqın malını, pulunu yiyənin Allah min bəlasını versin. Bu xalqı qorxu içində saxlayıb, qorxu içində bunlara özlərinə baş əydə istəyənlərin hamısının bir-bir bəlasını versin. Bu xalqın haqqına girənlərin Allah bəlasını versin. Bu xalqı bugünə qoyanların Allah bəlasını versin. Bu xalqda yaltaqlıq yaradanın Allah bəlasını versin. Mən daha nə deyə bilərəm? Allah sizin bəlanızı versin, ay hakimiyyət.